Növbəti suala baxaq. Növbəti sualda bizə deyir ki, A-nın hansı qiymətində bu ifadənin əkıqısı var? Yəni nə deməkdir bu? Ən kiçik qiyməti var yəni. Baxın, ən kiçik qiymət necə olur? Bunu qrafik üzərində mən sizə belə izah edeyim. Fərz edək ki, x, y. O zaman ən kiçik qiyməti olur ki, qollar yuxarı olsun və bizim ən kiçik qiyməti alsın. Nə vaxt ən böyük qiymət olur? Yəni A-mız müsbət olduqda ən kiçik qiymətini alır, qollar yuxarı olaraq. O zaman ən böyük qiymətini alır ki, qollar aşağı olsun və A-mız mənfi olduqda ən kiçik qiymətini alacaq. Biz bunca nə edə bilərik? Yəni biz baxmalıyıq ki, bizim burada duran, yəni x-in kvadratının əmsalı nə olmalıdır bizdə? Bizdə x-in kvadratının əmsalı müsbət olmalıdır ki, ən kiçik qiymətini alsın, qollar yuxarı olsun. Onda A-3'ü götürürük müsbət, yəni sıfırdan böyük. A-da nə olacaq? Böyükdür 3-dən. Yəni 3 müsbət sonsuzluq aralığında bu ifadənin, yəni bizə verilən bax bu misalın ən kiçik qiyməti olmuş olacaq.